Hər kəsə salam. Bu gün törəmənin izahına baxırıq. Daha sonra isə onunla bağlı olan bir mövzuya, yəni inteqrala baxacağıq. Törəmə nəyə deyilir? Tərifinə baxaq. Funksiyanın artımının, arqument artımının nisbətinin arqument artımı sıfıra yaxınlaşdıqda limiti varsa, bu limitə funksiyanın x nöqtəsində törəməsi deyilir və belə işarə olunur. Limit mövzusuna da keçən dəfə baxmışdıq. Törəmənin tapılmasına da biz diferensiallanma deyirik. İndi gəlin birinci başlayaq bəzi ifadələrin törəməsinə baxmağa. İlk öncə S-nin törəməsi sıfırdır. Keçən dəfə də demişdik ki, S nədir? Sabitdir. Məsələn, hər hansı bir ədədlərin hamısının törəməsi sıfırdır. 5-in məsələn törəməsi sıfırdır, -3-ün törəməsi sıfırdır bu şəkildə. Sonra ikinci, x-in törəməsi bərabərdir 1-ə. Sonra üçüncüsü, x üstü n-in törəməsinə baxırıq. N qabağa atılır və x-in üstündə olan, yəni n-in bir vahid azaldırıq. Məsələn, gəlin x üstü 5-in törəməsinə baxaq. 5 qabağa gəlir, x üstü 5 çıxaq 1, yəni 4 olur. Və yaxud gəlin x kubunun törəməsinə baxaq. 3 qarşıya gəlir, x üstü, yəni 3-dən çıxırıq 1, 3x kvadratı şəklində olur. Dördüncüsü, kökdə x-in baxırıq törəməsinə. Bu da eləyir 1 bölünsün, 2 vurulsun kökdə x. İndi gəlin baxaq bu hardan alınır. İndi bunu daha çox əzbər belə bilmək daha yaxşıdır. Ancaq gəlin çıxarılışına da baxaq. Kökdə x-in deməli törəməsi. Baxırıq ki, bu nə deməkdir? X üstü 1 bölü 2-nin törəməsi. Və biz qüvvət düsturuna gələcəyik. Yəni baxın buna x üstü n-ə gəlirik. Deməli, indi bunu hesablayırıq. 2-də 1 gəlir qabağa çıxır. Və qalır x üstü mənfi 2-də 1. Bu da deməkdir 2-də 1 vurulsun, 1 bölünsün, x üstü 1 bölü 2. 1 bölü 2 də nə deməkdir? Kökdə x deməli, yəni 2 vurulsun, kökdə x. Deməli, bunun çıxarılışı buradan gəlmiş oldu. İndi gəlin keçək 5-cisinə. Y üstü x-in törəməsinə baxaq. Elə y üstü x-in törəməsi y üstü x-ə bərabərdir. Y də demişdik ki, irrasional ədəddir və y təxminən 2,71-ə bərabərdir. 6-cıya baxırıq. Sinus x-in törəməsi bərabərdir kosinus x-ə. Sonra 7-ci kosinus x-in törəməsinə baxaq. Kosinus x-in törəməsi isə mənfi sinus x-ə bərabərdir. İndi üstü qüvvət olsa, yəni hər hansı bir a üstü x-in törəməsi olsa, bu da bərabərdir a üstü x vuraq ln a-ya. Loqaritmanı da izahı gələcək, yəni üstü funksiyanın da izahını verəcəm sabah. 5 üstü x-in, məsələn, 9 qoymayaq, məsələn, nümunəyə baxaq. Buradan yazım hətta. 5 üstü x-in törəməsinə baxaq. Dedik ki, ln 5 vurulsun 5 üstü x-ə bərabər olacaq. İndi sonra baxaq, loqaritmada necə olur? Loqaritma a əsasdan x-in törəməsi bərabərdir 1 bölünsün, x vurulsun ln a-ya. Məsəl üçün, loqaritma 3 əsasdan x-in törəməsinə baxsaq, 1 bölünsün, x vurulsun ln 3-ə bərabərdir. Baxaq 10-cuya, tangens x-in törəməsinə baxaq. Bərabərdir 1 bölünsün kosinus kvadratı x-ə. Bunları yəni əzbərləmək lazımdır. Yəni çox da belə xüsusi bir şey yoxdur. Kotangens x-in törəməsi bərabərdir 1 bölünsün sinus kvadratı x. Ancaq mənfidir bu. İndi gəlin elə baxmışın arcsinus, arccosinus, arccotangensə də baxaq. Arctangens deməli arcsinus x-in törəməsi 1 bölünsün. Deməli, arcsinus x-in ki, kök altda 1 çıxaq x-in kvadratına bərabərdir. 13-cü arccosinus x-in törəməsi bərabərdir mənfi 1 bölü kök altda 1 çıxaq x-in kvadratına. 14-cüsü arctangens x-in törəməsi bərabərdir 1 bölünsün 1 üzərinə gəlsin x-in kvadratı. 15-ci arccotangens x-in törəməsi bərabərdir mənfi 1 bölək 1 üzərinə gəlsin x-in kvadratına. Bir də şey də var idi.
ln x-in törəməsinə də baxaq. Ln x-in törəməsi 1 bölünsün x-ə bərabərdir. İndi gəlin toplama və çıxmaya baxaq. Məsələn, hər hansı bir u və v funksiyası olsun. Funksiyaları verilsin bizə. Və indi gəlin birincisi bunların cəminə baxaq. Cəminin törəməsinə baxaq. Cəminin törəməsini biz ayrı-ayrılıqda törəmələr cəmi kimi yaza bilərik. Məsələn, nümunə. Məsələn, baxaq ki, sinus x üzərinə gəlsin ln x-in törəməsinə. Nə deməkdir? İndi addım-addım yazaq. Sinus x-in törəməsi üzərinə gəlsin ln x-in törəməsi. Demişdik ki, sinus x-in törəməsi nədir? Kosinus x-dir. Ln x-in içi də 1 bölü x-dir. Yəni, bu formada tapılır. İkincisi, keçək fərqinə. Yəni, o çıxaq v-nin kvadratı. Üzr istəyirəm, törəməsi. Bu da nə deməkdir? Ayrı-ayrılıqda onun törəməsi çıxılsın, v-nin törəməsi. Buna da aid nümunəyə baxaq. Məsələn, nə olsun? 5 üstü x çıxaq x üstü 5-in törəməsi olsun. Bu da eləyir ayrı-ayrılıqda. Yəni 5x-in 5 üstü x olsun dedikdə 5 üstü x-in törəməsi çıxaq x üstü 5-in törəməsi. 5 üstü x-in törəməsi, yəni üstü qüvvətə dedik ki, özü olur. Bir də elenirik. Yəni ln 5 olur. Qüvvət olanda da dedik 5 gəlir. 5x üstü 4. Buradan 5-in mötərizə xaricinə falan da çıxara bilərsiniz bu şəkildə. Üçüncüsü hasillərinin törəməsinə baxırıq. Yəni o vurulsun v-nin törəməsi. Onun törəməsi vurulsun v, üzərinə gəlsin. Yəni dəyişmək kimidir bir növ. V-nin törəməsi vurulsun u şəklində olur. Məsəl üçün, yəni nümunəyə baxaq. Məsələn 5x vurulsun kosinus x-in törəməsinə baxaq. İndi bunu belə yazırıq. 5x-in törəməsi vurulsun kosinus x, üzərinə gəlsin. 5x vurulsun kosinus x-in törəməsi. Bu da bərabərdir. İndi x-in törəməsi 1-dir. 5 qalır. 5 vurulsun kosinus x. Deməli çıxılsın nə? 5x vuraq. Kosinus x-in törəməsi nə idi? Sinus x, amma mənfi sinus x idi. Ona görə bu deməli toplamaydı. Bu çıxım olacaq. 5x sinus x şəklində olacaqdır. Sonra keçək bölmənin törəməsinə. Yəni u bölək v-nin törəməsinə baxaq. Bu da deməli u ştrix v çıxılsın artıq olacaq burada. Deməli v ştrix u bölünsün bir də v-nin kvadratı. Yəni bu formada olur. Məsələn, yeni nümunəyə baxaq. Məsəl üçün, x kubu bölünsün ln x-in törəməsinə baxırıq. Belə hesablayırıq dedik. X kubunun törəməsi ln x. Deməli, çıxılsın. Ln x-in törəməsi vurulsun x-in kubu. Bölünsün ln kvadratı x. Bu formada olacaq. İndi x kubun törəməsi dedik ki, qüvvətdə olanda belə olur. 3x kvadratı ln x. Ln x-in törəməsi 1 bölü x idi. İndi elə bir ki, x kubunu buna vursaq, x kvadratı qalacaq. Bölək ln kvadratı x. X kvadratını çıxarsaq, 3 ln x çıxaq 1 bölək ln kvadratı x formasında olacaqdır. Deməli, cəm fərqə də baxdıq. Deməli, sonra bir də belə bir xassəmiz də var idi ki, əlavə olaraq buna deyim. 17-ci yazaq. Və buna aid nümunəyə də baxacaq. C vurulsun, məsələn, hər hansı bir funksiyadır. Fx funksiyasının törəməsinə baxsaq, C-ni biz mötərizə xaricinə çıxarıb, ayrıca fx-in törəməsini tapmalıyıq. Yəni, bu formada olacaq. Məsələn, nümunəyə baxaq. 5 vurulsun loqaritma 3 əsasdan x-in törəməsinə baxırıq. Belə olacaq. 5 vurulsun loqaritma 3 əsasdan x-in törəməsi. Bu da olacaqdır ki, 5 vurulsun 1 bölək. Burada dedi x-i çıxarırıq. Loqaritma 3 əsasdan a şəklində olacaqdır. İndi keçirik ikinci başlığımıza. Funksiyanın nöqtədə qiymətinin törəməsinin tapılmasına baxırıq. Nümunələrdən indi üzərində gedirik təbii ki.
y bərabərdir 3x kvadratı üzərinə gəlsin 5x plus 2-nin x bərabərdir 3 nöqtəsinə törəməsini tapın. X-in yerinə 3 qoymuruq. X bərabərdir 3 nöqtəsinə törəməsini tapın. Təbii ki, y-in törəməsini tapmaq lazımdır. Yəni 3x kvadrat üzərinə gəlsin 5x plus 2-nin törəməsi. Dedik ki, bu da ayrı-ayrı, cəm onda ayrı-ayrı hər birinin törəməsinə bərabər olacaq. Törəmələr cəminə. 5x-in törəməsi üzərinə gəlsin 2-nin törəməsi. Bu üstüdür, yəni 2 vurulsun 3 olacaq 6x. Üzərinə gəlsin x-in törəməsi 1, 5 qalacaq. Sabitin törəməsi də 0 idi. Yəni 6x plus 5. Bu belə. Baxaq ikinci bir misala. Məsələn, bizə verilib ki, f(x) bərabərdir x-4 üzərinə gəlsin 2x kubuna. Bizə deyir ki, f törəmə 2-ni tapın. F törəmə x bərabərdir. İndi yenə də ayrı-ayrı x-4-ün törəməsi üzərinə gəlsin 2x kubunun törəməsinə. İndi bu da bərabərdir 4x kubu üzərinə gəlsin 3 vurulsun 2, qüvvətlə bir vahid əksiləcək. F törəmə 2-ni tapırıq. 4 vurulsun 2-nin kubu üzərinə gəlsin 6 vurulsun 2-nin kvadratı. 32 üzərinə gəlsin 24-dən cavabımız 56 olacaq. Keçək, indi bunun törəmənin biz həndəsi mənasına baxaq. Törəmənin həndəsi mənasına baxırıq. Məsələn, hər hansı bir funksiya çəkək. Məsələn, qrafik çəkək, y(x). Buna aid mən sual izah eləmişəm, yəni qəbula düşmüşdü. Haradasa belə bir sual idi. Bu kəsişmə nöqtəsinin biz hər hansı bir A nöqtəsi deyək. Belə ki, bunun da koordinatları x0, y də deyə bilərsiniz. Mən fx0 deyirəm. Yəni y elə də deyirik. Düz xəttin təmini bilirik ki, y bərabərdir kx plus 5 şəklində olur. İndi bura x nöqtəsidir. x0'dır. Burada nədir? fx0'dır. Burada alfa bucağıdır. Biz demişdik ki, yəni xətti funksiyada k bərabərdir tangens alfaya. İndi bir də deyəcək ki, bu törəməyə bərabərdir. Yəni x0'ın törəməsinə bərabər olacaqdır. İndi məsələn, gəlin nümunəyə baxaq. Nümunə yazaq. Nümunə. Məsəl üçün fx bərabərdir. Bu da bərabər olsun 3x kubu üzərinə gəlsin 18x kvadratı üzərinə gəlsin 37x çıxaq 2. Bizə bu alfa bucağını 45 dərəcə verir. Bizdən A-nı istəyir, yəni x-lə y-in koordinatlarını istəyir. İndi k bərabərdir nəyə? Tangens 45-ə, yəni 1-ə. Bu da nəyə bərabərdir? Həm də ki, f törəməyə bərabər. Yəni f törəmə k0 bərabərdir k-ya, bu da bərabər 1-ə. Bunu bildik. İndi bunun təbii ki, törəməsi tapılmalıdır. İndi birbaşa yazıram daha doğrusu. Bunların ayrı-ayrı törəmələri cəmi tapmalıyıq da yenə. Yəni olacaq 9x kvadrat üzərinə gəlsin 36x üzərinə gəlsin 37, mənfi 2 də sabitdir, törəməsi 0'dır. Deyir ki, indi bunu 1-ə bərabərləşdir. 9x kvadrat üzərinə gəlsin 36x üzərinə gəlsin 36 bərabər 0'a. Hər tərəf 4'ə bölürük. Bu da göründüyü kimi x plus 2'nin kvadratı 0'dır və x də buradan x0'da mənfi 2 çıxacaq. İndi x-in qiymətini gətirib yerinə qoyub y-i tapırıq. Yəni fx0 tapırıq. fx0 da bərabərdir f mənfi 2-yə. Bu da 3 vurulsun mənfi 8 üzərinə gəlsin. 18 vurulsun 4 üzərinə gəlsin. Yerinə qoyuram, heç bir şey etmirəm. Vuraq mənfi 2. Vuraq 2. Bunu hesaplasanız, mən hesapladım, mənfi 28 edəcək. İkinci bir nümunəyə baxaq. Belə bir şey verilib. Y bərabərdir mənfi 3x kvadrat üzərinə gəlsin 2 vurulsun. Şu altda x çıxaq 1. Üzərinə gəlsin 12. Elən x çıxaq 1. x0'ı 2 verib alfanı istəyir. Deməli, k bərabərdir tangens alfaya, o da bərabərdir f törəmə x0'a. İndi biz y-in törəməsini tapmalıyıq. Mənfi 3x kvadratın törəməsi mənfi 6x üzərinə gəlsin 2 vurulsun. Deməli,
Bunun da törəməsi 1 bölü 2 vurulsun. Kök altı x çıxaq 1'dir. Aha. Bu da üzərinə gəlirik. Həmçinin digərinin törəməsi 12 vurulsun. Deməli 1 bölək elinin də 1 bölü x çıxaq 1. Yəni 1 bölü x, indi burada da x çıxaq 1 durur. 1 bölü x çıxaq 1. Bu da bərabərdir. Mənfi 6x üzərinə gəlsin 1 bölü kök altı x çıxaq 1. Üzərinə gəlsin 12 bölü x çıxaq 1'ə. İndi burada da deməli 2-dən tapmalıyıq. Yəni törəməni 2-dən almalıyıq. Mənfi 12 üzərinə gəlsin 1, üzərinə gəlsin 12. Bunlar da gedəcək 1'dir. Deməli tapdıq ki, tangens alfa bərabərdir 1'ə. Deməli alfa da 45 dərəcəyə bərabərdir. İndi gəlin bir də baxaq mürəkkəb funksiyanın törəməsinə. Mürəkkəb funksiyanın törəməsinə baxırıq. Aha, mürəkkəb funksiyanın törəməsi. Gəlin nümunə ilə baxaq. Məsələn, fx bərabərdir sinus 4x çıxaq 3. Əgər sinus x olsaydı, bu mürəkkəb funksiya olmazdı. Amma görürük ki, sinus 4x çıxaq x-dir. Biz bilirik ki, sinus x-in törəməsi kosinus x vuraq, yəni x-in törəməsi bu şəkildə. Yəni arqumentin törəməsi tapılır, kosinus x olur. İndi məsələn, gəlin fx-in törəməsinə baxaq. Yəni biz tapırıq deməli sinus 4x çıxaq 3-ün törəməsini. Bu da bərabərdir kosinus 4x çıxaq 3 vurulsun. Bir də dedik ki, nəyə? Yəni 4x çıxaq 3-ün törəməsinə. Bu da nə deməkdir? Bunun törəməsi 4-dür. Sabitin c 0-dır. Heç 4 vurulsun kosinus 4x çıxaq 3 formasında olacaq. Gəlin məsələn bir dənə nümunəyə baxaq. Y bərabərdir. Məsələn olsun kosinus 1 bölü x. Buna baxaq. Kosinus x deyil deyə artıq bu mürəkkəb funksiya olur. Y-in törəməsinə baxmalıyıq. Kosinus 1 bölü x-in törəməsi. Bu da eləyəcək mənfi sinus 1 bölü x vurulsun 1 bölü x-in törəməsi. İndi gəlin biz burada ayrılıqda 1 bölü x-in törəməsini tapaq. Dedik ki, qüvvət kimi yanaşacaq. Yəni x üstü mənfi 1-in törəməsi kimi. Mənfi 1 qarşıya çıxır. Olacaq x üstü mənfi 2. Bu da olacaq x üstü deməli 1 bölü x kvadratı qarşısında da mənfi. Deməli olacaq 1 bölü x kvadratı. Burada niyə? Çünki mənfi burada var idi. Bir də burada mənfi müsbət elədi. 1 bölü x kvadratı vurulsun sinus 1 bölü x formasında tapdıq. Keçək növbəti bir nümunəyə baxaq. Y bərabərdir ln 2x çıxaq 1-in törəməsini tapmağa çalışaq. Demişdik ki, ln x-in törəməsi nədir? 1 bölü x-dir. İndi ln 2x-in çıxaq 1-in törəməsinə baxırıq. Yəni y-in törəməsi ln 2x çıxaq 1-in törəməsi şəklində. Bu da olacaq 1 bölü 2x çıxaq 1 vurulsun bir də 2x çıxaq 1-in törəməsi. Bunun da törəməsi təbii ki, nədir? 2-dir. Ona görə yaza bilərik ki, 2 bölü 2x çıxaq 1 şəklində yaza bilərik. Son olaraq baxırıq toxunanın tənliyinə. Yine hər hansı bir funksiya seçək. Bura x olsun, bura y olsun. Məsələn, hər hansı bir əyri olsun. Buna bir dənə toxunan çəkilsin. Bura məsələn olsun x0. Təbii ki, burada olsun bir fx0. Burada şərt olaraq çəkirim. Təbii ki, doğru deyil. Bu da olsun hər hansı y bərabərdir fx olsun. Və bu zaman bu toxunan tənliyi y bərabərdir fx0 üzərinə gəlsin f törəmə x0 vurulsun x çıxaq x0-a bərabər olacaqdır. Məsələn, gəlin belə bir nümunəyə baxaq. Deməli, y bərabərdir mənfi kök altı x verilib və bizə deyilir ki, x0 9 olanda toxunan tənliyini tapın. İndi biz y-ə fx deyə bilərik, yəni fərqi yoxdur. Fx bərabərdir mənfi kök altı x-dir. İndi fx0-da bərabərdir f9-a. İndi f9-da bərabər mənfi kök altı 9-a. Bu da eləyəcək mənfi 3. Düzdürmü? İndi f törəmə x-i tapaq.
Bu da bərabərdir mənfi kökatda x-in törəməsinə. Və bərabərdir mənfi 1 bölü 2 vurulsun kökatda x-ə. Bir də son olaraq tapırıq f x0-ın törəməsini. Bu da olacaq nə? F törəmə 9. Bu da olacaq, yəni mənfi 1 bölək 2 vurulsun kökatda 9. Bu da mənfi 1 bölək 6 şəklində olacaq. İndi buradan tapdıq ki, y bərabərdir. Yəni bundan istifadə edirik cəmlərini. Mənfi 3 üzərinə gəlsin. Mənfi 1 bölək 6 üzərinə gəlsin. X çıxaq 9. Bu da eləyəcək mənfi 3 çıxaq 1 bölək 6 x üzərinə gəlsin 3 bölək 2. Bu da eləyəcək mənfi 6-da 1x çıxaq 3-də 2. Yəni y bərabərdir kx plus 5 şəklində deyil. İndi burada da olacaq y bərabərdir mənfi 6-da 1x çıxılsın 3 bölək 2 formasında. Toxunanın, törəmənin izahı bu qədər idi. Gəlin bir dənə qeyd tapmışam, mənim deyil, hər hansı müəllimindir. Gəlin ona da baxaq. Aha, baxın cəmi dedik, mürəkkəb funksiyanın törəməsini dedik. Törəmə düsturları, baxın hamısını demişəm. Burada da eyni şəkildə hamısı var və nümunələr də var yenidən. Mürəkkəb funksiyaya da baxdıq. Arcsinus hamısının törəməsini, həndəsi mənaya baxdıq. Tangensi dedim sizə. Məsələn, bəli, bunların hamısını dedik. Sonra bunların misalları da hamısı. Yəni, istəsəniz bunu da paylaşa bilərəm. Toxunanın tənliyinə də baxın. Bayaq baxdıq, bu şəkildə idi. Aha. Funksiyanı ayrıca izah edəcəm. Böhran nöqtələrini falan. Orada da ona da toxunarıq. Bəli, bu günlük izahımız bu qədər idi. Yəni, törəmə ilə bağlı. Bundan sonra da birazdan törəməyə baxandan sonra inteqrala keçərik. Çünki törəmə ilə integral bir-birinə sıx əlaqəlidir. Belə deyim ki, integral törəmənin tərsidir. Yəni, birinci törəməni yaxşı bilmək lazımdır ki, integralı da başa düşə bilək.